İki günde İranla İsrail arasında müharibə başlayıb. İsrail qəflətən İrana hücum gətirdi. O hücumda 200 təyyarə, cəngi, hərbi təyyarə iştirak etmişdilər. İranın 12 üstanın təqribən məmləkətin yarısında müxtəlif hədəfləri bombardman elədilər. Bu hücumlarda İsrail hibridi bir teknikten istifadə elədi. Həm bombardıman, həm dron, həm uzaqdan raket atmaq və məhəllədə partlayış belə bir əməliyyatla eləyə bildi. Sipah-ı Pasdaranın tamam komandanları aradan aparsın. Yani 20 nəfər pastarların komandanlarından ölüblə, onların 5'i əsli o birinci adamlardılar Sipah pastarında. Ondan sonra 9 nəfər İranın alimlərindən ki atom işindeydiler, yani nüvə təxəssüsü olan danışməndirlər, alimləri aradan aparıbdı. Və bir çoxlu yerdə nizami hədəfləri nabud eləyibdi. Təbrizdə 4 yer bombardıman olubdu. Təbrizdə hərbi hava yolları, hava limanı ki hərbi istifadə olurdu. Ora bombardıman olubdu. Radarlar bombardıman olublar. Palaşgah bombardıman olubdu və o yerdən ki Təbrizin yaxınlığında İsrailə raket atırdılar. Ora bombardıman olubdu. Cəmən o cür ki dövlət elan eləyibdi. Təbrizdə 18 nəfər bu əməliyyatda ölüblər. Yəni bombardıman əsərində aradan gediblər. Təbrizdən sonra Zəncanda partlayış maddələrin mərkəzin bombardıman eləyiblər, nabud olublar. Orada 3 nəfər pastar ölübdü. Həmədana hücum eləyiblər. Həmədanda havayı, şikari bəzi militer vardı. Oranı bombardıman eləyiblər. Məravanı bombardıman eləyiblər. Nəhayətdə Tehrandan sonra ən çox hücum Təbrizə olubdu. Tehranda çoxlu yerləri vurublar. O cümlədən Mehrabad havalimanında o hərbi təyyarələri bombardıman eləyiblər. O şəkillər ki yayılıb nişan verir ki təyyarələrlə açıq havada qalmışmışlar, onları İsrail hamısını aradan aparıbdı. İranın hava difai qüvvələri əmələnə aradan gedibdi və 3 nüvə zənginləşdirmə yerlərinə İsrail hücum gətiribdi. Nətənz ki əsli yeridir, Fordo Qum şəhərinin yaxınlığında ki orada ikinci əhəmiyyəti var və İsfahanda ki santrifüj düzəldən yerlərdir. Bu 3 mərkəzi atomunu da təxrib eləyibdi. O cür ki İranın nüvə silahları məhsulu deyiri Nətənzidə bir miqdar atomi maddələr, yəni o nüvəli maddələr yayılıbdır. Əlbəttə çox millətə xətərnaş deyil, vəli hər halda Ajansı Beynəlməli Atomu da elan eləyibdir ki orada radioaktivitə maddələri yayılıbdır, dağılıbdır. Hər halda o şey ki hamıdan artıq təəccüb yaradır. Bu ki İranın mütləq belə bir hücuma hazırlığı yox idi. Bu bir halda idi ki qonşu ölkələr hərbi amadəlik vəziyyətində idilər və hamı bilirdi ki ya İsrail ya Amerika istəyirlər hücum eləsinlər. Amerika və İngilistan qonşu ölkələrindəki o diplomatik heyətlərin çıxartmışdı
və bilinirdi ki, bir əməl olur. Vəli İran heç günə amadəliyi yox idi. Pastorlar yaşayan binanı vurdular. Alimlər də o nüvə alimləri yaşayan binanı vurdular və onların hamısını öldürdülər. Bu xülasəyi o əməliyyatdılar ki, əlbəttə desək, bir saysaq çox uzundur. Fəqət ümumi surətdə xəsarətləri istədim yadavərlik eləyəm, deyəm belə olub.